Şagirdlərdən biri digərinə bıçaqla xəsarət yetirib. Hadisə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbdə baş verib. Məktəblər arasında növbəti insident Ağstafa şəhərində yaşanıb. Şəhərinin 1 nömrəli tam orta məktəbində məlumata görə 8-ci sinif şagirdi, onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə kəsici, deşici alətlə xəsarət yetirib. Məktəbli dərhal Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib. Təcili təxirəsalınmaz yardım şöbəsinə kişi cinsindən olan 2010-cu il tarixli bir xəstə daxil oldu. Sol budun yuxarı 3/1 hissəsində kəsilmiş deşilmiş yara diaqnozu ilə daxil oldu. Ona tibbi yardım göstərildi, hər cəhətdən tibbi yardımlar göstərildi. Cərrah müdaxilə elədi, baxdı və cərrahın baxışından sonra, tibbi yardım olunandan sonra evə ambulator müalicəyə götürüldü. Məktəblilərin mübahisəyə xəsarətlə son qoymasını və hadisənin təfərrüatlarını rayon polis şöbəsinin əməkdaşları araşdırır. Məsələ ilə bağlı Ağstafa rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır. Ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Qazax Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə məktəbdə tənəffüs zamanı baş verib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir. Cümşüd Məmmədov, Yusif Kərimli, Xəzər xəbər.